Sağ olun xanım Sədir. Fikir verirsinizsə, bir ilə yaxındır bu adam işləyir. Haqqında bir pis söz yoxdur hələ ki. Və çox diqqətlə yanaşır bu məsələlərə. Görür onun orada mavin işləməsi, uzun müddət işləməsi. Necə ki biz müəllim oluruq, düşünürük ki mən direktor olsam belə eləyərəm. Həkim olanda düşünürük ki, mən baş həkim olsam belə eləyərəm. Görür bu da o məsələləri... Səyət müəllim, üzr istəyirəm, kimdən söhbət gedir? Nazirindən. Onda xahiş edeyim, deyin ki, hörmətli nazir Anar müəllim haqqında. Buyurun. Arasında umumi narazılıq var. Əlillik dərəcələrinin verilməsi. Əksər insanlar deyir ki, mənim dərəcəm düzgün müəyyənləşməyib. Bircə fakt deyirəm. İmişli, Əlyetməzli kəndi Hürü nənə. Bu arvadın, oğlunun nəşi 1-ci Qarabağ müharibəsi zamanı həyətinə girəndə bayıldı, getdi və o gündən yataq xəstəsidir. 2-ci dərəcə veriblər buna. Bu qətiyyən ona layiq deyil. İllərdir onun əziyyətini çəkən gəlini var. Çox namusla, vicdanla qaynanasına xidmət edir. Amma bunu bir baxıcı kimi təyin eləmək olmazmı bu anıya? Bu qaynananın da dərəcəsini qaldırmaq olmazmı ki, bu arvad, bu gəlin heç olmasa bir cüzü də olsa məvacib alsınlar və xoşbəxt yaşasınlar. Mən, hörmətli Anar müəllim, yerdəki idarənizə deyin, bu məsələni nəzərə alsınlar. Və başqaları da var, mən birini deyirəm, başqaları lazım deyil. Mövzu yaxındır deyə mən Səhiyyə Nazirliyi barədə də bir neçə söz demək istəyirəm. Teymur Musayev həqiqətən ziyalıdır. Çox belə maraqlı şəkildə bir danışan zaman orta səs tembiri ilə danışır və həkim kimi həkimdir. Amma mənə belə gəlir ki, mənim təsəvvürümdür, yaşıma, başıma görə deyirəm, təyinat məsələsində bu adam yumşaq davranır. Nə olur olsun təyinatı alan tələbə, həkim getməlidir təyinat yerinə. Əks təqdirdə diplom verilməməlidir. Mən vətən, oğlum, qızım, səni 7 il oxutdum, sənin müəllimlərinə yaxşı məvacib verdim, səni yetişdirdim o xəstəxanalarda, dünya şöhrətli xəstəxanalarında. Özə belə çıxır ki, artıq bizim tibb universitetində yaxşı dərslər keçilir. Çünki bizim həkimləri Şərqi Avropa, Qərbi Avropa, Türkiyə və başqaları da çox məmnuniyyətlə qəbul edirlər. Deməli, hazırlıqlıdırlar. Ay oğlum, sən məni qoyub hara gedirsən? Sən mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğat olunsun və bunu birbaşa rəsmi şəkildə də deyilsin və desin ki, vətən sənə halallıq vermir. Hara gedirsən? İkinci, Teymur müəllim, İmişlinin Paltapqa kəndində təzə adı Aranlıdır. 80-ci ildə bir xəstəxana tikilib, 45 ildir ki, ağzı günə qalıb. Bu xəstəxananı niyə tikdilər? Bu niyə istifadəyə verilmədi? Üst ikinci mərtəbənin beton kəməri tökülmədiyinə görə kərpiclər uçur, soyuqdan, küləkdən, qardan və s. səbəblərdən. 45 ildir ki, bu xəstəxana qalıb ağzı günə. Xahiş edirəm bu məsələ ilə Teymur müəllim, maraqlanın, görün bu nə işdir, nə məsələdir. Sonra, bunları mənə setçilərin veriblər. Deməli, dərmanların, görək, tapa bilmirəm. Məsələn, Diprosan. Qəzət çıxardırsınız. Bu nədir? Bu qədər izahat olar, sicilləmə izahat. Biz hamımız bilirik ki, xanım Sədir, 100 dəfə rastlaşmışıq, özümüz də, başqaları da. Aptekdən dərman alanda, dərman satan qıza, oğlana deyir ki, bala başıva dönün. Bunun üstünə yaz ki, mən bunu gündə neçə dəfə qəbul eləyəcəm. Həm də yeməkdən əvvəl, yox da yeməkdən sonra. Ay canım, ay gözüm, bu qədər sicilləmə məlumat olar, bu ikincisidir. Dərmanla bağlı gör nələr yazıb. Bunu o xəstə oxuyandır. Adam o deməkdir ki, bunun əsəbləri onsuz da körlərin. Həm də bunlar daha çox orta yaşlılardır və yaşlı adamlardır. Burada görüm, tapa biləcəm. Səyyət müəllim, orada bircə kəlmə az yazılsa, mən əminəm, siz burada deyəcəksiniz ki, niyə o kəlmə yazılmayıb? Siz nə danışırsınız? Dünyada qəbul olunmuş bir praktika var ki, dərman vasitəsi ilə bağlı mütləq şəkildə o qutunun içində, dərman qutusunun içində izahat olur. Bu ayrı cürət ola bilməz. Niyə siz bunu belə bu qədər burada şirdib danışırsınız? Buyurun, əlbət icazə verəcəm. Buyurun. Çox təşəkkür edirəm, xanım Sədir. Deyirsiniz ki, belə deyərdim. Mən demirəm, bunu cəmaat deyir. Bunları mənə cəmaat verir.
Ver mənə bir balaca kağızda izahat yaz ki, mən bu dərmanın yan təsirləri nədir? Necə qəbul eləməliyəm, necə istifadə eləməliyəm və salam. Axı, çox hörmətli xanım sədr, bu qədər sicilləmə izahat olmaz. Bunu kim oxuyacaq? Bu, mütəxəssislər üçündür, bu, həkimlər üçündür ki, istiqamət götürsünlər, o xəstəyə yol göstərsinlər. Bu lazım deyil. Vallah lazım deyil. Bir qrankada bu ifadə olursa, 4 dənə dəlimdə hamısı da sicilləmə. Bunu heç kim oxumur. Burada elə cümlələr var ki, yeri gəlmişəm, mən bunu çıxışlarımda deyirəm. Azərbaycan dili deyil. Tərcümələr indi müəyyən adamlara verilir. Onlar da bunu öz bildikləri kimi, laptopdakı həkim düşüncəsi ilə tərcümə eləyir. Amma xalq dilində olmalıdır. Cəmaət bunu oxuyanda başa düşməlidir. Bunu həkim başa düşər. Və sən bunu əgər dərman qutusunun içinə qoyub, xəstəyə satırsansa, xəstənin başa düşə biləcəyi bir dildə danış. Sözüm bu. Və yenə də xahiş edirəm ki, Teymur müəllim, bu xəstəxana ilə maraqlanın. 45 ildir ki, bu ağzı günə qalır. Bu nə deməkdir? Çox təşəkkür edirəm, xanım sədr. Sağ olun Səyət müəllim, siz 6 dəqiqə 23 saniyə danışdınız. Zahid Oruç şimdi bu dəqiqə məndən küsəcək ki, mən ona vermədim, ancaq sizə söz verdim. Səyət müəllim, şükürlər olsun ki, artıq knopka ilə işləyə bilirsiniz. Bundan əvvəl deyirdiniz ki, mən bilmirəm, necə deyirdiniz, hansı modifikasiyalar eləyim, o knopkanı basım. Artıq knopkanı basırsınız, ancaq sizdən çox xahiş edirəm. Siz burada göstərdiyinizi, siz orada o seçicilərə desəniz ki, bəli, bu sizin üçündür. Həkim verir resepti. Başa düşün, həkim də başa salır. Mütləq şəkildə o, dərman kutusunun içində olmalıdır. Dairi üzrə mən sizə nə izah edeyim? Ona görə xahiş edirəm, bu şeyləri də burada Milli Məclisdə siz göstərirsiniz, bu gərək olmaya, xalqın dilində gərək yazılır. Həkim başa salır. Hər bir dialektə, hər bir regionun dialektinlə başa salır o xəstəyə ki, ay xəstə, bunu 3 dəfə iç, 2 dəfə iç. Niyə biz gərəkdir bunu bura çıxardaq? Çox sağ olun, Səyyad.